Əqrəb bürcü 12 aprel. Ümumi təhlil. Bu gün əqrəblər üçün duyğular və intuisiya güclü rol oynayacaq. Daxili hissləriniz sizi doğru istiqamətə yönləndirə bilər, xüsusilə də insanlarla münasibətlərdə. Ətrafınızda kiminsə gizli niyyətlərini sezə bilərsiniz, bu isə sizə üstünlük qazandıracaq. Lakin ehtiyatlı olun, hər bildiyinizi dərhal dilə gətirmək lazım deyil. Maddi məsələlərdə diqqətli davranmaq tövsiyə olunur. Ani qərarlar və ya emosional alış-verişlər gələcəkdə peşmanlıq doğura bilər. İş və şəxsi həyat arasında balans yaratmaq vacib olacaq. Enerjinizi düzgün yönəldin, çünki bu gün yarımçıq işləri tamamlamaq üçün yaxşı gündür. Qısa məsləhət. Susmaq bəzən ən güclü cavabdır. Gözləməyi bacarın və hər şeyi zamanında ortaya çıxarmağa çalışın.